Bağışlayan və mehriban Allahın adı ilə bir daha hər birinizi xoş gördük, əziz müsəlman bacı və qardaşlar. Allahın rəhmət və məğfirət ayındakı biz sizlərlə həqiqi mənada Ramazan ayında olan bütün xüsusi göstərişlər var ki, onlar barəsindəki danışmışıq. Ən xüsusi məxsusi bir göstərişlərdən biri də Ramazan ayında təkid olunan əməllərdən biri də cəmiyyətdə yaratdığımız ünsiyyət və məxsus da silə-i rəhimdir ki, bilirsiniz, silə-i rəhim, yəni qohumlarla ünsiyyət, qohumlarla əlaqə dinimizdə buyurulan bir məsələlərdəndir, vurğulanan bir məsələlərdəndir ki, silə-i rəhim insanın ömrünü artırar, insana ruhisini artırar ki, bacardığımız qədər məxsus Ramazan ayında iftar süfrələri təşkil etməklə, öz qohumlarımızla, öz ailə üzvlərimizlə münasibətlərimizi daha çox genişləndirək. Çünki Ramazan ayında bizə barış, sülh və məxsus da təqva, məhəbbət, ünsiyyətdə daha çox irəli getmək təşviq olunur ki, bəs cəmiyyətdə ünsiyyətimiz necə olmalıdır ki, cəmiyyətdə sağlam ünsiyyətin yollarını axtarırıqsa Ramazan ayında bunun ən gözəl yolu dediyimiz kimi iftar süfrələridir. Həqiqətən Ramazan ayı elə bir bərəkətli aydır ki, gəlişində insan sevinər, gedişində insana